Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, MAN markalı yük avtomobilinin idarə etməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb. Xilas edicilər xüsusi vasitələrin köməyi ilə sürücü 1985-ci il təvəllüdlü Səmədov Əlibaba Sülhüddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.